Sənə and verirəm bibinin yatdığı qəbrə. Aslan sənə ant verim o qəbri bibinin yatdığı qəbrinə. Denə üzü üzümə, gözü gözümə. Denə ki mən səni istəmirəm. İstəmirəm səni. Çünki Fromoy dedi, bu qədər cəmaatın arasında indi gəl yaşa da. gözü gözümə. Denə ki mən səni istəmirəm. İstəmirəm səni. Bəli, televiziya əfsanələri. Sessiz dedim. Bu gün televiziya əfsanələrinin 10-cu hissəsi ilə qarşınızda. Yəni televiziya əfsanələri bitmir. Siz bəyəndiniz, mən də çəkirəm. Ümid edirəm bu videoya da yaxşı bəyənmə gələr. Bunun uzun bir seri olacağını düşünürəm. Səni çox sevirəm. Səni üçün ölüyorum. Çox uzatmayaq, keçdik videoya. İtaliyadan zəng, Prime Zaur. Bir dənə kameranı bağla, bir dənə kamera. Alo. Da. Bu şeydən, İtaliyadan zəng vurublar. Köhnə telefonlardan. Nokia. İtaliyadan. Mənim Amerikadakı pərəstişkarlarım var. Hər səhər durub baxırlar bizə. Nə? Burada əməli var saçı qapqarı, indi ağappaq saçı. Çox qozal həqiqətən. Altından. Qural haqqını utanıram ki, hələ 2 Məmməd yendirmişəm, 3 Şirvana verirdilər. Qənət elə orada işıq zad yanmadı, bayaqdan basmış. Yadlarından çıxıb kameranı söndürməyiblər. Bir dənə kameranı bağla, bir dənə kamera. Ha, bu nədir? Здравствуйте. Здравствуйте. İyi akşamlar. Siz əmirsiniz. Ay, nə danışır bu? Gəl kimək. Düzənmi? Eybi yoxdur, öyrə belə. Arkadaş dəli oldu ya. Üzünü niyə çevirmisən? Baxa bilmirəm. Mən kətdə böyümüşüm axı. Bağışla, heç ağlıma gəlmədi. Yaxşı bəsdir, day dönə bilər. Utanma qaqaşdan. Sən yaxşı olansan. Nə kino diyor? Köhnə kinolarda da tema var həqiqətən. Ay xanım, qızınızın neçə yaşı var? Kızımın, Bəli. kızım 13 yaşı var. 13. Yox, yekə də ay xanım, sağ olun, sağ ol. Ekə diyor özü deyir. Alo, Ay Nemət kişi. Oğlum sen gəlin ay xanım, gəlin. benim kanım. Ay Nemət kişi, sən çəş Heç qalırsan. mənim. 97-nin əvvəli. Hə, yox, 99-u gördünüz, aktyorluğa tutmayın. Xahiş edirəm, mütəqəmmər, aktyor rolunu aparmayın, bəs. Məzələnirlər kişi ilə. Qoydu. Deyirəm, mən aktyor rolunu aparmayın, yekə kişisən jurnalist. Neyse, belə davam eləsə verilişdə qırğın düşəcək. Evlənməyəcəksən? Yok. Niyə? Evlenmirəm də. Niyə də? Birini evlenmiştim, 30 ilmi var yoxumu dağıttı. Şimdi birini de getirirəm, ölən günə qədər mənə varlığımı dağıtır. Çox gülməli idi həqiqətən. Ne kadar komik. İlahi nə gözəl yaratdı səni. Məhəbbət xəstəsi elədi məni. O da məşhur şeylərdən biridir. Öz əlindən götür qələmi. Qeyd elə sevirəm səni. Eşitmədin qardaş, götür qələmi qeyd elə. Bu şeir özünüzün Ağlaya bir sarı yarpaq Hacı Ələmdar Mahir. sizə qədər nə olar? Təbii etdi o gün. Bir imkan verdi hə. İndi şey danışır, burada görmürsünüz. Gedirdim yolla bir sarı yarpaq. Ağlaya çiynimə düşdü. Başımı qaldırıb uca göylərə və vəlsiz ekspertə yadıma düşdü. Bu şeiri yazmaq üçün nə qədər vaxt sərf ediblər görəsən. Sən bilirsən mən kimi sevirəm. Əvvəllər gizli idi. Bəlkə şeirin ardıdır deyəsən. Həqiqətən maraqlı gəldi. İndi bilərsən mən kimi sevirəm səni. Başımıza iş gəldi. Dənizlər qədər dərin, sahillər qədər sərin, sənin ən gözəl yerin, mənə baxan gözlərin. Bu nədir? Mən Allah haqqı acıq olan sıra çıxamı, havam çıxmır. Mən şəxsən qadınlığıma və özümə sığışdırmaram həyatı boyu. O kişi ki qadına xəyanət elədi, kişini sil, övladını götür. O kişinin yüzünü taparam, amma övladımı tapamıram. O da sözünü deyir də qısa konkret. Bir evə qonaq getmişəm. İçəri girdim, gördüm ki, ev çirkin. Mən çirkin evlərdə otura bilmirəm. Nəzə özünün aslı deyil. Evdə ki, birinci mənim allergiyam var. O dəqiqə asqırmaq tutur məni, bir yağmurçuluq olur. İkinci də ki, nəsə belə məsələn görsəm ki, mətbəxtdə biraz çirklik var. Yeganə aparıcı elgiz sözü adamın sifətinə deyir.
çəkinməsi yoxdur. TikTok səhifəsi işlətdiyimə görə hamıdan eşitdiyim sözlər. Gör. Bir ondan sonra ailə qayğısı çək. Bir ondan sonra haçan açırsan qadın oradadır. Haçan açırsan TikTokdadır bu qadın. TikTokdadır. Ha, həyatdan geri qalır. Saat Düz yerdə nə var bu TikTokda? TikTokda ancaq bu tipli videolar doludur yəni. Adımdan başqa heç kimin adını bəyənməyən mən. adın nədir? Qaqam. Nə Qarqamel? Qaim. Qaim. Elə biləm qaqamdır. Qaim nədir? Qaim nədir? Adın mənası bizədir. Elgiz düşdü şoka. Qiyamət eləyən, qeybdə olan bu mənanı daşıyır. Ərəb mənşəli. Qiyamət qoparan Qiyam sözün belə. sən təhlükəli olarsan. Ben seni çok seviyorum. Ayda yenə bu. Ben seni çok seviyorum. Eşsizliğime bağışla beni. Ne olur, yalvarıyorum sana. Eşsizliğime bağışla. Hayır. Eşsizliğime bağışla. Yalvarıyorum sana. Naide gitmek ihanettir. Ben de Hayır, ben sana ihanet etmedim hiçbir zaman. Ben seni çok seviyorum. Eşsizliğime bağışla. Telefon da kullanmayacağım. Bunlar Türkiyəlidir, yoxsa Azərbaycanlıdır? Cəmaət şokda deyir. Elgiz promoydu da. Eləlisiniz? Yox, Subaysız. sıbayam. Evlənməyi də düşünmürəm. Sən bu dəqiqə bunu ərə verən var. Sorsan var ki, ərə gedirsən yoxsa yox. Şübhələ söz dedi. Promoydu da yəni. Zarın error verən baxışları. Mənim xanımcığım Zar getdi özündən. Fikirləşir ki, bu nə danışır görəsən. Ürəyində gülür. Neçənci ildə uşaq evinə verildi? 1900-2002-ci Ne kadar komik. ildə. 1900. Necə? 1902-ci il elə bir il nə vaxt olub görəsən, yoxsa hələ gələcəkdədir. Bədənimin hər yerindən zaur çıxar. O əstəğfurullah, nə danışır? Bəlkə də mənim bədənimi əməliyyat edər, açıq-aşkara çıxardar. Bir həkim deyər ki, hardan elə zaur çıxar. Zaur səni o qədər istəyirəm, bunu bil. Yox, hər yerdən Tez-tez. çıxmayım. Elə ürəyindən çıxsam bəsdir. Yox. Kadar komik. Bu nə deyir? Üç bacı dolması bilirsən nədir? Nədir? Badımcan pomidor. Badımcan pomidor ardına oldu. Xiyar yaddan çıxdı. Bu iki bacı da olmaz deyim. Efirdə şeir içmiş. Xatirələr qapısı. Döyənəcən içmişəm. Döyənə can yoxsa döyülənə can? Dostlar məni tərifləyib hər dəfə öyənəcən içmişəm. Ağlamışam kiminsə bir şətrinə. Göz yaşımın qoxusu nə, ətrinə, kimsə mənim. Çox qəşəng şeirdir, axıra kimi baxmağa dəyməz. Televiziya tarixinin ən ikonik anı. Xoş gəldin ay Firmə xanım. Hoş gördük Zahir müəllim. Hardan gəldin sən? Mən Oxan kəndindən. Yaxşı eləmisən, başındadır. Yaxşı görün olsun. Natiqə kim? Doğrudan. Sənin yanıma gəlmişəm. Böyük Allah yedir. Övlada görə gəlmisən. Son sənin üçün gəlmişəm atam. O da həkimin də başıdır. Zor məzələnmə istəyir. İstəyirsən ana olasan. Yo, ata olmaq istəyirəm atam. Superdə dax. İlgiz yəni mimikalarını saxlaya bilmir. Sən ya özünə əziyyət verir. Bu nə mahnıdır? Bu nədir? Bu nə idi? Elə bir ki, çox üzr istəyirəm. Bir efirdə bir abırçılıqlar birinci hissə davamı olacaq. Həqiqətən davamını gözləyirik. Aparıcı necə deyir? Bəsdir. Eşq olsun. Ta üşümürsən ta bundan sonra yəni ki. Eşq olsun. Eşq olsun. Çox gözəl idi. Aycıq xanım yeriniz necə idi? İnan siz qıpqırmızı oldu. Əsas odur yeriniz rahat idi də, yoxsa necə? Xoşuma gəldi. Hə, inşallah onda davam edin. Qaqaş yorumlarına baxmayaraq davam eləməyə çalışırdım. Deyir, beynim infarkt oldu. Beyin infarkt keçirdi görəsən. Mən bilən ürək infarkt başıma keçirdi. vurdu, beynim infarkt keçirdi. Mənim Beyin infarkt keçirmir, ürək infarkt keçirir. Nəysə, bunda tərsinə olub yəqin. Bir videonun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəlmişdi. Sizdən xahişim videoya like atın və kanalımıza abunə olmağı unutmayın. Sağ olun, sevgiliyiz.